Böyük qrup insanlara və dünyada baş verən hadisələrə güvənsizlik yaşayır. Dünya təhlükəlidir, insanlar güvənsizdir. Amma biz dünyaya güvənəndə, biz insanlara güvənəndə, şans verəndə, bu ona görə baş vermir ki, biz görmürük ki, insanlar və dünya güvənlidir. Yəni bu bizim sadəlif olmağımızdan irəli gəlmir. Bu bizim özümüzə güvənməyimizdən irəli gəlir. Yəni qarşıdakı insan mənim gözləmlərimi qarşılamadısa, mən bundan keçməyə hazıram. Eyni zamanda dünyanın çətinliklərindən də keçməyə, üzləşməyə hazıram. Yəni öz cavab addımlarıma köklənmişəm. Yəni mən hansısa bir sıxıntı olsa, mən bundan keçməyə hazıram. Əgər sizin güvənsizliyiniz davamlıdırsa, bunu araşdırıb səbəbini anlamaq lazımdır ki, niyə bu var? Çünki bu adətən məhz daxili sıxıntılardan irəli gəlir.